Olsun değerli futbol severler, turun merkezi karşılaşması Porto Baku ve Şahan duelini izleyeceğiz. Heyetlerle sizi tanış eləyək. Önce Porto Baku'dan başlayırıq. Son şampiyon Porto Baku'nun heyeti belə də. Qapada Elvin Həşimov, 2 Cəbrayıl Cavadov, 3 Elmətin Əliyev, 4 Elnur Məmmədov, 10 Elnur Beşizadə komandasının üçün kapitanıdır. 5 Yakov Jeşniçak, 8 Rəşad Əliyev və 9 Elmətin Əliyev. Belə bir heyətlə çıxış edir Porto Baku. Rəqibi Şağanda isə komandanın kapitanı, qatladım ki, Porto Baku'da Elnur Bəşirzadədir. Şağanda isə Balazar Rəsudullayev. 10 Fərad İskəndarovdur. Hamımızın yaxşı tanıdığı təcrübəli Sima. Şağanın əvəz edilməz oyuncusu. Digər oyunculardan 9 Elsəvər Hacıyev bugün meydanda aktiv forma giyəcək və çox prinsipial qarşılaşmadır. Tərəflər oyun öncəsi intervyuda açıq-aşkar amansız və gözəl mübarizə olacağını vurğulamışdı. Ənəv olaraq göy geyimdə çıxış edir Porto Baku, rəqibi Şağan isə sarı geyimdə. Cəbrayıl Cavadovdan ötürmə sağ cinata Yakov Şeşniçak. Yenidən Cəbrayıl Cavadov. Yakov Şeşniçak. Cavadov. O bir əmr olan Rəşad Əliyevə top şatmadı və out Şağan. Elsəvər Hacıyev. Kalkverlə oynuyor. Yakov Şeşniçak topladı. Top Şağan komandasına keçdi. Hacıyevdən ötürmə sol cinata komandalaşına uğurlu alındı. Ən sağda Balazar Rəsudullayev top sirdi. Top ona gəldi. Balazar Rəsudullayev indi topladı. Geriyə oynamaq məcburiyyətindədir. Fərad İskəndarov. Elsəvər Hacıyev. Elnur Beşizadə. Elmətin Əliyev. Şahan komandasında baş məşq postunda isə bugün Zaur Şirinovu görürük. Out Şağan. Aleyksalam, aleyksalam yəni gələnlər xoş gəldiniz. Elmətin Əliyev. Rəşad Əliyev. Xoş gəldiniz yanımıza İlqar Əliyev. Məkan klubunun kapitanı və rəhbəri. Qarşılaşmada ilə 2 qolsuz bərabərlik davam edir. Şağan 0, Porto Baku 0. İlqar İsmailov yanımıza xoş gəldiniz. O da Məkan klubunun sabiq və təcrübəli oyuncusudur. Elsəvər Hacıyev. Sadəcə 5-ci sezonda Porto Bakunu təmsil edirdi. 6-cı sezonda isə yenidən Şağana qayıtdı. Həşimov topu oyuna daxil etməlidir. Yakov Şeşniçak. Out. Porto Baku. Yakov Şeşniçak. Elvin Həşimov. Kalkverdə qalır top. Elsəvər Hacıyev.
Rəşad Əliyevə qarşı qayda pozuntusu qeydə alınır və cərimə zərbəsi. Xatırladım ki, Porto-Baku və Şahan mübarizəsini izləyirsiniz. Hələ ki, qolsuz bərabərlik davam edir. Hörmətin Əliyev. Enor. Blok qoydu müdafiəçilər tərəfindən və küncdən zərbə. Qapıcı Fuaddır mı? Təəssüf ki, iştirak ərizəsi bizdə hələ ki yoxdur. Onun üçün də Şahanın bəzi oyuncularını təqdim edə bilmədik. Buna görə də üzrlü sayın. Hörmətin Əliyev. Mənim yanımda gəlmə. Bu apar qayıq geçsin sənlə. Ferhat İskəndərov. Həşimov. Bizdə. Tələsmə də. Manzarəsi live. Ferhat İskəndərov. Cəbrayıl Cavalov sigortaladı. Elsəvər Hacıyeva gəlir topu. Elsəvər Hacıyev, Balazayir. Top Rəşad Əliyevdə. Əla ötürdü Elmətin Əliyev istiqamətinə. Elmətin Əliyev. Rəşad Əliyev. Cəbrayıl Cavalov. Yakov Şeşnişak. Ferhat İskəndərov. Son toxunuş Cəbrayıl Cavadovdan. Out. Cərimə zərbəsi. Oyna da sen oyna. Nasıl soyduram da? Oyna sen. Emir oyna sen. Nasıl soyduram oyna? Hakimi söndürməyə sanki çalışır. Porto-Baku renklərin oxşarlığına görə böyük ihtimal. Rəşad Əliyevdən yanına ötürməm. Bəşirzadə. Yenə Rəşad Əliyev zərbə indirir və top orada 1-0. Əşşum şansını əla dəyərləndirdi Porto. Hər şey elə Rəşad Əliyevin akrobatik tullanışla Bəşirzadə əla ötürməsindən sonra başladı. Ardından Bəşirzadə yenə Rəşad Əliyevi topla təmin edir və hesab 1-0. Porto-Baku yazın. Aleksandr Mirzaquliyev, hoş geldiniz. Yakov Şeşnişak karşılayır. Hörmətin Əliyev. Elvin Həşimov. Bəşirzadəyə çatmadı top. Out. Şahan. Hesap 1-0 Porto-Baku'nun xeyrinə. Elsəvər Hacıyev. Kalkıyla oynuyor. Bir tane oyuncu götür. Out Porto-Baku. Can Yamızı Maksim Beynek bu yanımızı keşfede düşsün ve herkes bu merkezi karşılaşmanı izlesin. Out.
Şahan. Şeşinşak karşıladı ve daha bir out Şahan bu defa Porto'nun meydanlarında out'u yerine getirdiler. Həşimov. Cəbrayıl Cavadov. Yakob Şeşinşak. Out. Porto. Arkayla oyna. Hürmetin Əliyev. Bəşirzadə. Taban ötürməcə əhdə alınmadı. Action şansı indi Şağanda mı olacaq? Yox, Rəşad Əliyev buna imkan vermədi. Yakob Şeşniçak. Balazayr. Hakim qalxdı iş. Yerdə qalmışdı Balazar Əsədullayev. Hər hansı bir qayda pozuntusu yoxdur. Cəbrayıl Cavadov. Ən sağda Bəşirzadə. Uzaqdan zərbə də indirə bilər. Ötürdü Hürmetin Əliyev istiqamətinə. Və burada Rəşad Əliyevlə bir-birlərini başa düşmədilər. Heçəvər Hacıyev. Qalkverlə oynayır. Əlinə danış. Həşimov. Cəbrayıl Cavadov. Rəşad Əliyev. Tovşan komandasına keçə bilər. Yenə Hürmetin Əliyev daha doğrusu topu qaytarmışdı. Elə ona da qarşı qayda pozuldu. Yazı kraya git, kraya git. Yakob Şeşniçak. Elvin Haşimov. Cəbrayıl Cavadov. Yenə Yakob. Ötürmədə səhv. Şağanın hücumu və gol! Mükəmməl bir gol. Şahan komandasının oyuncularından gəldi. Porto Baku hesabı beraberleştirir. 11 nömrəli oyuncu Bəlol Mehdiyə fərqləndi və neyi qaçırdıq biz? Rəşad Əliyevdən fantastik bir golu. Rüstəm Hürmetin Əliyevdən fantastik bir golu qaçırdıq. Heç birinci öncəki golu təqdim etməyə bitirməmiş Hürmetin Əliyev mükəmməl qola imza atdı. Kaş ki bu gol kadra dəqiq düşə. Heyf olacaq yoxsa. 2-1. En azından diğer Varsemimizin kamerasında bu gol var. Balazayr. Rəşad Əliyev. Onun zirvəsindən sonra top Toryandan silkələdi. Baba Qafarov top oyunu daxil etdi. Get də gəl. Get də istəyirsən. Əla. İstəyirsən ona get. Apar abi İmran Xanım. Bala sıx orada. Top sür, ondan top sür. Elvin Həşimov. Abi yaxşısan. Abi. Hürmetin Əliyev. Oyna rahat oyna. Rahat oyna. Cəbrayıl Cavadov. Elvin Həşimov. Papa ortaya kimi de ortaya bağla. Out. Şahan. Bizim boyuna. Oyna bizim de. Rəşad Əliyev. Komandalaşıl oynuyor. Top Şahan komandasında. Araz Yarməmmədlinin ötürməsi ünvana çatmalı. Out Porto Baku. Elə iştirak gözəsi gəldi Şahan komandasında. 7 nömrəli oyuncu Balazar Əsədullayevdir. Qapıda Baba Qafarovdur.
Etət Qapçı Elsəvər Kərimov 10, Fərad İskəndarov 77, Araz Yarməmmədli 17, Elsəvər Ajev 5, Fərid Quliyev 11, Bəhlul Mehdiyev 9, Ağazəki Əzimov 10, Əhməd Əliyev 11, Eldar Kərimov 12, Sərxan Teymurxanlı və 13, Kamran Əsədulay. Belə bir formalı, belə bir oyunçularla daha doğrusu çıxıb meydana. Şağan hesab isə 2-1 Porto Bakunun xeyrinə. Mənə qısa şeydə formanı giyinir, hə? Bilmirəm ki, Porto Bakın forması. Belə baxımı verin, bu oradan tapdım, mənə formanı. Rəng demir, deyim, mənə formanı. Yox, onu demirəm, Maksimum caniyamızı bəyənək dəyərli futbol sevərlər. Ağır sıkan karar gördünüz. İskender necəsən? Oğlum mən qol vurandan yaxşı. Qaldırın meydana. Keçən birinci oyun adını sevməmişsən də ona görə. Teşekkürler hediyeler üçün Polestar komandasına. Teşekkür ederim Elnur müəllim. Taymat başlattık var yine meydanda. Yani Porto Baku bugün meydana. Kapıda Elvin Əşimov, 2 Murad Nurməmmədov, 3 Etət Qapçı Sedal Əliyev, 4 Mayıs Süleymanov, 5 Əbral Cavadov, 6 Yakob Jeşniçak, 7 Nurməmmədov, 8 Zahid Rüstəmov, 9 Ral Cavadov, 10 Seyad İsmailov, 11 Rəşad Əliyev, 12 Orxan Ağayev, 13 Şirməddin Əliyev, 14 Şəhriyar Yəhyayev, 15 Sağır Hüseynov və 16 daha doğrusu elə əslində 10 nömrə olan Elnur Bəşirzadə. Belə bir heyətlə çıxış edir Porto Baku. Hesab isə 2-1. Araz Yarməmmədli ilə Elvin Əşimov top qaçmışdı. 2-1 Porto Baku hesabda öndə. Elməddin Əliyev. Cəbrail Cavadov. Out. Şağa. Kimin abi? Lan tutmuş. Şatada abi. Şatada. Zaur boşta qalan top və top torda. Öncə Rəşad Əliyev topu qazanır komandası üçün. Zaur Hüseynovdan isə tək toxunuşunu ötürmə Elməddin Əliyevin fərqlənməsi ilə nəticələndi. Porto Baku 3, Şağan 1. Və indi Bəşirzadə nəyəsə görə sarı vərəqə aldı. Salam Polisların yeni parlayan ulduzu. Teşekkür edirəm Nicat Bekirov. Qaydamızda oynayırıq. Polislar komandasının əfsanəvi hücumçusu. Elməddin Əliyev topladı. Rəşad Əliyev. Rahat oyna. Göz alsın. Yakob Şeşniçak. Fərad İskəndarov qarşıladı. Cəbrail Cavadov. Qalkiver topu ilə daxil etməlidir. Oyunumuzun videosu açın hazır olar. İnşallah sabahları artıq hazırdır. Əslində bugün hazır olmalıydı, amma bugün möhtəşəm bir tədbirdə iştirakımız anidən planlaşdırıldı. Söhbət Universal Futbol Akademiyasının açılışından gedir. Hesab isə bu arada 4-1 oldu. Yanılmıramsa Zal Rəşad Əliyevin aktivinə yazıldı bu gol. Porto Baku üstünlüyünü 3 topa çatdırır. Və Azərbaycanda Universal Futbol Akademiyası artıq filiallarını artırmağa davam edir. Məhz burada övladlarınızın futbol karyerasında böyüməsini istəyirsinizsə, vara baxılacaq bu ihtimal. Olsun da təşkilatın yerlərdə ağır söz deyirəm. Daimi prezidenti. Bir adam bana yaxınlaşmasın Səqanla.
Olanlar deyirəm ki, bana bax, bu söz demirik ki. Qol hələ ki tam təsdiqini tapmayıb, baxılır. Kimlə kim oynayır? Portobaku Şağan. Bala çıxırsansa heç oynamayaq, tərləməyək. Ekran qarşısında isə Elnur Bəşirzadəni görürük. Portobakunun yaraşıcı quruşçusu. Milli Məclisin qanunnaməsinə görə Portobaku Xəzər Liqasının çempionu. Çox ideal bir vurğulama gəldi. Elnur Bəşirzadə. Elnur Bəşirzadə, Polestar komandası sizi salamlayır. Sağ olsun. Oğlan bilir də mən deyirəm, eləyirəm. Düz hələ tezdir. Axırda gələcək. Deyir şir atasısınız. Bu isə Portobakunun canavarı. Vuran ayağı raketlər uzmanı Elməddin Əliyev. Nə edeyim, nə deyim ona? Elə qol vurdu ki, üsbət eləmədim, heç çəkim yəni. Ömründə birinci dəfə idi ki, o birisində çəkilib, mən üsbət eləmədim. Doğrudan çox möhtəşəm idi Elməddin, halal olsun. Elə udar olar, insafsız. Udursan da, sayıldı sayılmadı udursan. Onu məsələ nəsə? Mən bir şey uduram. Kesin evdə elə oldu. Nə aidiyyat var ki, uduram ya? Bildiyimi faktçı deyir ki, yanında. Hadi baxsın da, baxsın. Ha, bilmədik. Mən baxa bilmirəm. Mənə bəs sən də baxarsan. Oyun tanımdan sonra baxarsan. Oyun çıxanda baxarsan. Gəl. Gəl. Vermişəm. Gəl. Bir daha təşkilatçı kapitan baxa bilər. Haydi baxarsan. Kapitanım da mən. Ay. Hakim təşkilatçı baxa. Dayan lan. Ondan sonra baxacam. Əgər qol olsa bana, Vara baxıldı və sən gol deyil. Gol deyil deyirsən. xeyr, qol hesab alınmadı. Vara baxıldı və qol qeydə alınmadı, daha da desək. Belə qərar verildi. Elvin Əşimov yenə hesab Peyni vəziyyətə qayıdır. 3-1 Portobaku hesabda öndə. Yakov Şeşniçak. Zaur. Altı yerine itirecek Portobaku. Azərbaycan bayrağına qurban olum, amma Türk bayrağına Bilmirsən məni. Türk bayrağına Mən alınmadı. boşam da istəsin də. Bir millət, iki dövlət prinsipinə əsaslanır bu bayraqların sərgilənməsi, belə desək. Həm Azərbaycan, həm Türkiyə qardaş ölkələr hesab olunur və daima hər gündə, hər çətin anda, hər xoş gündə bir yerdə olan ölkələrdir. Onun üçün də fərq qoyulmur. Burada isə Fərhad İskəndərovun maraqlı bir qolu, təcrübəli Siman Fərhad İskəndərov fərqi minimuma qaytardı. Portobaku 3, Şağan 2. Heç onlar bizi saymır. Yox, niyə ki? Çox misallar çəkmək olar ki, həqiqətən də qardaş Türkiyə ölkəsi həm idman sahəsində, həm hətta müharibə şəraitində belə bizlərin yanımızda olub. Eyni ilə də təbii ki, Azərbaycan dövləti də. Elməddin Əliyevin zərbəsindən sonra top qapı dirəyinə tuş gəldi və top meydançanı tərk etdi. Bizim növbəti oyunumuz haçanda təsvir kələ ki məlumatım yoxdur. Amma çox istəyərəm ki, yaxın günlərdə olsun. Goldboys oynadı mı? Goldboys bəli, bundan öncəki oyunda oynadı və 6-4 rəqibinə məğlub oldu. Araz Yarməmmədli topladı. Araz və top qapıdan keçdi. Toxunuş qeydə alınıb. İkinciden zərbə. Daha bir ikinci zərbəsi bu dəfə digər istiqamətdə. Yenə Şağan.
Və mükemmel bir gol. Araz Yarməhmədlidən gəldi. Hesab bərabərləşdi. İnanılmaz. Belə bir gollar izləmək, belə bir qarşılaşmada təbii ki, çox xoş bir ab-havadır. Əsil derbi izləyirik, əsil mərkəzi qarşılaşma izləyirik. 3-3. Bizlər niyə Türkün yanında Azərbaycan bayrağını görmürük? Mən açığı hansı beynəlxalq turnirlər olubsa, beynəlxalq tədbirlər olubsa, hər birində hansılarında, hətta özüm də iştirak etmişəm, hər birində Türk və Azərbaycan bayrağı daima bir yerdə. Görmüşəm, bu ilk hissənin son nəticəsi idi. Araz Yarməhmədli hesabı 3-3 etdi. Porto-Baku 3, Şağan 3. İkincisi də yenə bir salmırıq. İlk hissənin nəticəsini sizə xatırladaq. Porto-Baku 3, Şağan 3. Həlici hissə. İlk hissəni bərabər bitirdilər komandalar. Mərkəzi qarşılaşmada yekun hissədə hansı tərəf aktivinə 3 xal yaza biləcək? Yakov Şeşniçak Yarməhmədli qarşıladı. Nəsib Əlacıyev qalkiberlə oynayır. Fərad İskəndərov, Rəşad Əliyev top alma yaxın idi ki, 11 nömrənin mübarizəsi var idi və sonda qayda pozuntusu. Zəfər Hüseynov yanımıza xoş gəldiniz. Hesab 3-3 bərabərədir. Porto Şağan duelində hələ ki hesab bərabərdir. Çox prinsipial qarşılaşmadır. Out yeni nəticə Şağan. Fərad İskəndərov. Out Şağan. Takipçi saçı xoş gəldiniz. Son zərbə Fərad İskəndərovdan gəldi, geridəyik. Cəbrayıl Cavadov. Yakov Şeşniçak. Elvin Əşimovla oynayır. Əşimovdan ötürmə, Elmətin Əliyev ram etdi. Döndü, zərbə indirdi və top qapının üstündən keçdi. Bir oyuncunu bu qədər nəzarətsiz buraxarlarmı? Hocaboy olmağı bir avantaj. Belə boş qalmağı bir avantaj. Hətta zərbə indirməyə də macal tapmağı Şağan üçün dezavantajı olmuşdu. Hər şey yaxşı qurtardı. Bəlol. Araz. Balazayr Əsədullayev və top qapının üstündən keçdi. Yakov Şeşniçak. Ona qarşı qayda pozuntusu qeydə alınır, cərmə zərbəsi. Elmətin Əliyev. Fadir Əmzadə ilə salam yanınıza xoş gəldiniz. Dabir out yerinə itirəcək Porto-Baku. Araz Yarməhmədli top ələ keçirdir. Şağanın əks hücum şansı ola bilər. Bəhlul ötürməsini düzgün etsəydi əgər. Buna imkan vermədi təcrübəli müdafiə xətti. Hesab seyridir. 3-3. Hər iki komandaya uğurlar arzu edir Fadir Əmzadə. Golun bir komandasının sabiq qalkiperi. Teşekkür edirik. 4-1 oynadı mı? Xeyr. 6-cı sezon qrup mərhələsinin çərçivəsində oyundu. B qrupu bildiyiniz kimi B qrupu bizdə ölüm qrupudur. Bütün nəhənglərin böyük hissəsi məhz B qrupunda mübarizə aparır. Ultraslan, Porto-Baku və Şağan kimi komandalar bu qrupda yer alıb. Digər nəhənglər isə normalda hələsi bir qrupa düşüb. Şimal Gres yanmıramsa A qrupunda, C qrupunda qala olmalıydı. D qrupunda isə Polestar. İşə görə gələ bilməyib. Elə bildim komandadan çıxıb. Əhsən Fadir Əmzadə. Həqiqətən sənin komandada yerin çox görünür. Hazır.
Rəşad Əliyev. Yaxlulla tokaşmadan sonra yerdə qalır. Hakimin qərarı faul. Güclərin qənimi Məkan. Bəli. Bunu elə kapitanlar qrupunda da vurğulamışdım. Məkan komandası D qrupunun ən təhlükəli komandalarından biri və birincisidir. Fərad İskəndərov. Out yönetici Porto. Out Şahan. Bəlol Metiyev. Fərad İskəndərov. Buyurun İlqar bəy, sizə biz təşəkkür edirik ki, turnirimizə yenidən qayıtdınız. Həqiqətən də Xəzər Liqasının Məkan komandasından çox ehtiyacı var idi. Olduqca nizam-intizamlı oyununuz və mükəmməl idarə etməçiliyiniz Xəzər Liqasına doğrudan da çox gözəl rəng qatır. Sevdiyimiz klublardan birisiniz. Top arası Erməməlidə. Out yönetici Porto Baku. Bəlol. Fərad İskəndərov. Nəşimov dərhal topu oyuna daxil etdi. Cəbrayıl Cavadov. Dostlar, yanımızın 1001 ədəd qızıl gülə ehtiyacı var. Spamdan çıxsın. Bu yöndə dəstək olsanız çox sevinərik. Elvin Nəşimovun de topladı. Rəşad Əliyev. Top itkisi var. Fərad İskəndərov Şahanın hücuma başladı bilər. Bəlol. Ara türməsi mükəmməl. Araz Erməməli zərbə edilir və heç özünə yaraşmayan bir zərbə idi. Gəncliyinə bağışlayaq bu zərbəsini. Gənc olmasına baxmayaraq istedadı da çox mükəmməldir. Elə maçda bərabərlik olunu da Araz Yarməmədli vurmuşdu. Saat 22:00-da kim oynayır? Təəssüf ki, yadımdan çıxır. Bu oyundan dərhal sonra onsuz oyunda təqdim eləyəcək. Növbəti oyunu. Dabiraut yenitirəcək Porto Baku. Aha, Köhnə Bakı Roma oyunu izləyəcəyik. Bakı vaxtla saat 22:15-də yəqin ki başlayar. İtalya nəinki Roma, yoxsa Köhnə Bakı təmsilçisi elə Köhnə Bakı. Fərad İskəndərov. Balazayr. Severajev. Sərt zərbə və Elvin Nəşimovdan əla reaksiya. Meydanın mərkəzinə yoxlamışdı Severajev. Bəlol. Geriyə qalmış zərbə və hakimin qərarı time-out götürür Porto Baku. Hesab eynidir. Porto Baku 3, Şahan 3. Hər iki komanda oyun öncəsi intervyusunu da aldıq. Mərkəzi qarşılaşma olduğundan sorğular və prinsipiallıq baxımından öncə Şahanın sabiq təcrübəli siması Fərad İskəndərovdan aldıq və təcrübəli oyunçu Fərad İskəndərov vurğuladı ki, hər iki komanda oyuna əminəm ki, yaxşı hazırlaşıb, maraqlı bir qarşılaşma keçəcək, hər iki komanda uğurlar arzu edir. Rəqibi Nur Bəşirzadə Porto Baku isə bu oyun əslində elə də prinsipiallıq yoxdur. Çünki indiyənəcən heç bir tərəflər heç bir halda bir-birləri ilə qarşılaşmayıblar. Sadəcə biz güclüyük deyə bizə qarşı oynanan istənilən rəqib derbi kimi qarşılaşma görür. Bu qarşılaşmanı belə bir vurğulamalar etmişdi. Buna bənzər beləcə vurğulamalar etmişdi. Yekunda Porto Baku bu oyunu yanmıramsa qalib başa vuracaq deyə vurğulamışdı. Hesab sevindir. 3-3. Zəfər Hüseynov, təşəkkür edirəm hediyə üçün. Özünüz bol olsun. Yine var reaksiya Elvin Nəşimovdan. Fərad İskəndərov.
Aras. Bəhlul. Oy oy oy. Nesif Racev. Vaxtında qapısını tərk etmişdi Elvin Əşimov. Top Fərhad İskəndərov'da. Nesif Racev. Parla istiqamətində sadəcə top hərəkətdə oldu. Hər hansı bir başqa toxunuş olmadı. Və qalkiper yenidən topu oyuna daxil edəcək. Elnur. Malazar ondan topu almaya yaxın idi. Alınmadı. Outportu. Verdə sarısın. Sen de verirsen. Ulan. Hürmettin Əliyev. Elnur. Cəbrayıl Cavadov. Palazar topu elə keçirdi. Palazar Əsudlayev zərbə indirir və Palazar Əsudlayev şahane hesabda önə keçirdi. Çox sərt zərbə idi. Təqribən 14-15 metr məsafədən qarşı almaz zərbə indirmişdi və indi Hürmettin Əliyev az qalsın ikisi də qolunu təkrarlayacaqdı. 4-3. Şahan hesabda öndədir. Reşad Əliyev. Cəbrayıl Cavadov. Elnur. Fərhad İskəndərov qarşıladı. Reşad Əliyev və qalkiper əla reaksiya verir. Çok bizim de. Premier Liga sevəsi yayımıza xoş gəldiniz. Balazar. Qayda postlar ona qarşı və çərmə zərbəsi. Balaş ona değme balaş. Hürmettin Əliyev. Koşan komandasında Fərhad İskəndərov. Geldi. Geldi. Outportu Baku. Tabir outportu. Elvin Əşimov. Cəbrayıl Cavadov. Elnur. Zaur. Topu təhlükə azanlar çıxartdı. Outportu Baku. Elnur. Qayda pozuntusu qeydə alınıb Zaur Hüseynova qarşı və cərmə zərbəsi. Zaur cərmə zərbəsi yenitildi. Zaur Hüseynov. Ötəmədə sən Faraz Ərməmədli topa gələnir Aras. Bəhlul. Elvin Əşimov. Əşimov ələdə topladı. Hürmettin Əliyev. Outportu Baku. Cəbrayıl Cavadov. Elnur Məmmədov. Elvin Əşimov. Cəbrayıl. Sağ olaraq Hürmettin Əliyevdən topu ulaşan tərk etdi. Out. Şahan. Aydın. Gel sarı bırak hatta. Bir. Zaur Hüseynov. İkinci zərbəsi Porto Baku.
Out Porto Baku. Cəbrayıl Camadov. Elnur. Zaur Hüseynov. Ejderev topu ele geçirmişti ama zərbəsi qeydəyə qaldı. Hesab seynidir. Porto Baku 3, Şahan 4. Beynirə başlayır. Aha. Kətdən çöldə. Qarşı meydan saçından çöldə top oyuna daxil etdiyinə görə Şahanın qapısına zərbə təyin edilir. Emir! Ay Emir! Emir! Sakit də. Bir nəfər qalsın, bir nəfər arkada. Emir! Ev tapşırığı kimi oynayacaq bu ihtimal Porto. Sertten qayıtır, tekrar epizod. Out, Porto Baku. Elor. Action şansı. Şahanda ola bilərdi Elnur Məmmədov. Yaxşı oynayır Cəbrayıl, yenə Elnur Məmmədov. Evin Əşimov. Elnur. Evin Əşimov. Reşad Əliyev. Evet, Sever Aziz. Ona qarşı qaydanı pozub mu, yoxsa yox? Cərimə 5. Bir dənə cərimə lazımdır bizə. Ah, cərimə. Cəbrayıl Camadov. Ən topları yanması üzərində. 6 sezon ərzində, daha doğrusu 5 sezon ərzində. İlk sezonda isə bilməmişlər, gerilər yapsa o zamanlar bizim yarımız vasitəsilə deyil idi. En azından gördüyümüz sezonlar ərzində Şahan və Porto Baku ilk dəfə bir-birinə rəqib olur və üstündür hal-hazırda hesabda. Amma son 3 sezonda nəzərə alın ki, Porto Baku bir gümüş, düz, qızıl və kubok. Yəni bir də aktivində hələ final mərhələsi var ki, ən az oradan məğlub olsalar gümüş, qalib olsalar isə sadəcə ikinci dəfə çempion olacaqlar. Belə bir statistika malikdir Porto Baku. Şahan isə yalnız bir dəfə 3-cü yerin səhv eləməsi sahibi olmuşlar. Gümüş mükafatının sahibi olmuşlar. Əvvəlləri alt yerini etirir Porto Baku. Reşad Əliyev. Elnur. Bir vaxtında topa çıxdı. Narazər Məmmədli. Out. Tortum. Nazərdə qalıb top. Qalazahir. Qalazahir! Pozor Əsədəllayev dubl etdi. 5-3. Etirazlar var idi nəsə. Dola onu dinləməyə çalışdım. Gol qeydə alındı. Porto Baku 3, Şahan 5. Qalazahir. Cəbrayıl Camadov sığortalayır. Elmətin Əliyev. Berat Şahan qalanısında.
Karaciyev. Azər Əsədullayev. Karaciyev. Müqəşəndə qalır top. Zarseynov'dan. Portobaku'nun düşen şınalı top altı Portobaku. Ferit. Bala Zahir! Bala Zahir! Bala Zahir Əsədullayev! Bu ne güzel gol idi. Bu ne güzel gol idi. 6-3. Ateşleşanlık da baş verir. Tabii ki bugün bildiğiniz kimi Azerbaycan Respublikası'nın Milli Kurtuluş Günü'dür. Bazarın vurduğu kova sanki ateşleşanlık başladı ama öyle değil. Kurtuluş Günü münasebetiyle de canlarımızı izleyen herkesin bir daha tebrik ederim. Bayramımız mübarek olsun. Bütün Azerbaycan halkının bayramı hesap edilir. Oyunda ise netice yine eyni. Az önce Balazar Əsədullayev komandasının 6. goluna imza attı. Portobaku 3, Şahan 6. Emir! Ay Emir! Sakla Emir! Qaqa pozisiya yoxdur hər hansı. Qapıcı vəziyyətinə etdi. Portobaku 6-cı 12 kimi Rəşad Əliyev komandasına həm qapıda həm də meydanda kömək etməyə çalışacaq. Emir! 9 saatdir bir adamın sesi çıksın. Devam etməyə olur oyna. Yakov Şeşniçak. Zarseyov. Gel demelim gel. Gel. Benim biraz atak koşun. Balazar Əsədullayev kapı boş. Balazar %100 qaldı qalkiberlə. Balazahirlə 4-cü golda vurdu Balazar Əsədullayev. Portobaku ilə mübarizədə hesabı 7-3'e çatdırdı. Balazahir Əsədullayev. Elbətin Əliyev. Elnur Bilməbov. Yakov Şeşniçak. Out Portobaku. Cəbrayıl Cavalov. Yakov Şeşniçak. Fərq qaçmadı. Balazar Əsədullayev. Yenə Balazar. Ötürmədə mükəmməl ayı. Araziyar Məmmədli. Epizoda bir qədər gecikdi. Time-out götürəcək. Şahan. Gel abi gel. Gel orada gel. Time-out başlattı Kamarina meydanda. Araz. Elbətin Əliyev. Cəbrayıl Cavalov. Yakov Şeşniçak. Ötürmədə Sərtov Şahan komandasında. Bəlov. Azər Məmmədli. Ferit.
Balazar. Balazahir ve topada. Pentatrik Balazar Əsədullayevdən. Hesab 8-3'e çatdı. Şahan üstünlüğünü bir qədər də böyüdür. Oğlum müəllifi bir daha xatırladım. Balazar Əsədullayev idi. Son 2 dəqiqə. Maçın son 2 dəqiqəsi. Və yenə Balazar. Balazar Əsədullayev. Double hat-trick. Özünün 6-cı komandasının 9-cu goluna imza attı. Şahan 9, Porto Baku 3. Mehmet Əliyev. Elnur. Yerdə qalır və Balazar Əsədullayev fair play-inə baxın. İnana bilmirəm. Bütün stadionu alqışlandırdı. Rəqibin oyuncusunun ayağının büdrəməsi və Balazar Əsədullayev 7-ci golunu belə bir komandaya vura bilərdi. Amma etmədi. Ayaqüstü alqışlanması bir epizod idi Balazar Əsədullayevdən. Mini futbol tarixində belə bir şeyə rast gəlməmişəm. Dəli Balazar uzaqdan zərbə indirir və Elvin Əşimov dəfə etdi. Yekun nəticə Şahan 9, Porto Baku 3. 3 hal Şahana getdi.